Rəvayətə görə Hünkar bəyəndi yeməyi Sultan Süleymanın sarayında ortaya çıxmışdı. Bir gün Sultan Süleyman İstanbuldakı ən məşhur aşpazı yanına çağıraraq ona ən ləzzətli yeməyi hazırlanmasını istəyir. Yeməyin ona özəl olmasında vurğulayır. Aşpaz fərqli bir şəkildə yemək meydana çıxartmaq istəyir. Yaradıcı bir şəkildə közlənmiş badımcanla hazırlanan ləzzətli bir beşamel soslu yemək hazırlayır. Və bu yeməyi hökmdar çox bəyənir, buna da Hünkar bəyəndi adını verir. Bu yemək zamanında Osmanlı sarayında çox məşhur bir yemək olub. Bu yemək Osmanlı mətbəxinin ən məşhur yeməklərindən biri olub və adı ilə də hər zaman diqqət mərkəzində olub. Başqa bir rəvayətdə isə deyirlər ki, bu yemək hüzünlü bir sevgi hekayəsindən ta günümüzə qədər bizə gəlib çıxır. Bu gün isə bu yeməyi mən toyuq əti ilə hazırladım, amma orijinal reseptdə mal əti ilə hazırlanır. Badımcanları közləyib doğrayırıq. Bir tavada isə kərə yağı ilə unu qoxusu çıxana qədər qovururuq. Közlənmiş badımcanları həmin unun üzərinə əlavə edib qarışdırdıqdan sonra bir stəkan süd əlavə edirik. Duz və Holland pendiri ilə də tamamlayırıq. Üzəri üçün qub-qub doğradığımız soğanların üzərinə ətləri əlavə edib qovururuq. Pomidor və rəngli biberlər də əlavə edə bilərsiniz. Bunlar bir gözəl qovurulduqdan sonra bir yemək qaşığı tomat pastası, bir stəkan da suyu əlavə edib qapağını örtürük. Duz, istiyor, şirin toz biber də unutmayın. Həqiqətən deyildiyi qədər var imiş, toyuq ilə də çox bəyəndim, bunu ətlə də yemişdim. Bu vaxtda Ramazan başlayır, Allah tutduğunuz bütün oruçları qəbul eləsin. Düşünürəm ki, iftar üçün də çox ləzzətli yeməklərdən biri olar. Özünüzə yaxşı baxın, sevgi ilə qalın, hələlik.